Bu gün Avstraliyada Harry Potterin qadağan olmuş meşə təcrübəsi adlı sərgisinə getdim. Harry Potter haqqında bir çox şey bilməsəm də bu sərgi olduqca maraqlı idi. Bu sərgi Mount Cotton adlanan bir meşənin içərisində qurulub və meşə başdan sona Harry Potter filmindəki kimi dekorasiya edilmişdi. Meşə o qədər böyük idi ki, sərgini başdan sona tamamlamaq üçün 2 saat vaxt sərf elədim və buna həqiqətən dəyərdi. Giriş hissədə xalatlar və sehrli çubuqlar satılırdı. Daha sonra isə uzun bir yol bizi Harry Potter filmində olan maralın yanına götürdü. Biraz qarşıda Harry Potterin dostunun və itinin maketi var idi. Biraz getdikdən sonra isə Hagridin maketini də gördük. Daha sonra filmdəki sehrli maşın, hörümçəklər, yatan böyük div və bir çox şeylərlə qarşılaşdıq. Burada böyük quşbağ Bikin qabağına gəlib baş əydikdə o da sizə baş əyirdi. Sərginin sonlarına doğru isə sehr edə biləcəyimiz məkanlara gəldik. Burada yazılan sehirli sözləri istifadə edərək sehirli işıqları işə salmaq olurdu. Doğrudan da bunu çox maraqlı düzəltmişdilər və hər kəsdə marağa səbəb olurdu. Videonu geniş formatda izləmək üçün biodakı linkdən YouTube kanalıma daxil olub baxa bilərsiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.